xurnik, karalyok, xurma, xırnı hər bölgədə bir cür deyirlər. Mövsümə uyğundur, mükəmməl desert evladlarınız üçün evdə hazırlayın. Necə? Onu da yaxınlatın. Deməli gördüyünüz kimi eyni doğradakı kimi qarışdırmalısınız ki, çürüməsin və lazım olan məhsul alaq. Deməli nə əlavə elədik bura? Kukuruz, unu, düzü, şəkər tozu əlavə etdim. Şəkər tozu təmiz olmalıdır da. Və süt. Süt də bildiyiniz kimi, baxın görün necə artıq qatlaşır və süt də təzə süt olmalıdır. Xurmanı da qəşəng gördüyünüz kimi əzirik, qabığını çıxartdıq. Qoz. Öncədən xırda-xırda doğradığımız qozu əlavə etdik. Bax uşağı, bu başdan ayağa vitamin deposudur. Görün nə mükəmməl alınıb. Yoxlayın, inanıram ki, sizdə məndən də daha gözəl alınacaq. Əsas ki, evladlarımıza bax belə gözəl fayda vermiş olaq. Və yarım saat soyuducunun alt gözündə qoyursunuz, qalır. Tam öz formasını alır və nuş edirsiniz.